İnteqrasiya suallarına baxırıq. Deyir ki, müəllim şagirdlərdən müxtəlif iqlim qurşaqlarında yayılmış bitki növləri haqqında məlumat verir və dünya xəritəsi üzrə ekvatorial, mülayim və qütb iqlim zonalarını göstərir. Daha sonra şagirdlərdən bu iqlim qurşaqlarında bitki örtüyünün niyə fərqli olduğunu izah etməyi və iqlim amillərinin deməli, canlıların yayılmasına təsiri barədə nəticə çıxarmağı tapşırır. Bu situasiyada müəllim deməli, tapşırıq verərkən hansı inteqrasiyanı reallaşdırmış olur? Baxın, əgər müəllim iqlim qurşaqlarında dünya xəritəsi üzrə müəyyən məlumatları şagirdlərə göstərirsə, müəllim nə etmiş olur? Coğrafiya fənninə belə deyək, lor dildə desə müraciət etmiş olur, coğrafiya fənninə inteqrasiya etmiş olur, müəllim mövzunu coğrafiya fənni ilə əlaqələndirmiş olur. Daha sonra burada həmin bu iqlim qurşaqlarında bitki növləri haqqında, baxın, bitki növləri haqqında və canlıların yayılması haqqında deməli, məlumatlar verirsə, şagirdlərə məlumatlar göstərirsə, sonra həmin məlumatları şagirdlərdən izah etməyi, həmin fərqləri şagirdlərdən izah etməyi soruşursa, müəllim biologiya fənninə inteqrasiya etmiş olur. Çünki iqlim qurşağı xəritə, dünya xəritəsi coğrafiya fənninə aiddir. Bitki növləri və canlıların yayılması isə biologiya fənninə aiddir. Ona görə də bu iki fənn arasında mövzuların əlaqələnməsi, inteqrasiya olunması nə deməkdir? Yəni iki fənnin və yaxud da hər hansı daha çox fənnin biz demişdik ki, fənn standartlarının bir dərsdə birləşməsi fənlər arası inteqrasiya demək idi. Fənlər arası inteqrasiya. Yəni burada həm coğrafiya fənninin, həm də biologiya fənninin bir-biri ilə əlaqəsi var. İki fənnin arasındakı fənnin standartlarının bir-birinə birləşdirib müəllim hər hansı bir mövzunu izah etməsi bu fənlər arası inteqrasiya sayılırdı. Burada fənnüstü inteqrasiya yoxdur, çünki burada təlim fəaliyyətinin həyatla əlaqələndirilməsini biz görmürük. Hər hansı problemin belə deyək, əlaqələndirilməsini görmürük və yaxud da fəndaxili, üfüqi, şaquli mövzu biz görmürük. Çünki fəndaxili eyni fənnə aid idi. Eyni fənnə aid olsaydı, yalnız coğrafiyaya aid olmalıdır və yaxud da yalnız biologiyaya aid olmalı idi. Ona görə də bu nümunədə konkret coğrafiya və biologiya fənninə aid əlaqə varsa, əlaqələndirmə varsa, bu belə deyək, fənlər arası əlaqə inteqrasiya sayılır. Doğru cavabımız yalnız və yalnız A variantıdır.